Dünyanın ən böyük mobil şirkətləri. İlk beşlikdə duran şirkətlər hansılardır? 5-ci yer. Amerika Mobile. Meksikaya məxsus olan bu şirkətin 300 milyona qədər abunəçisi vardır və daha çox Latin Amerikası ölkələrində yayılmışdır. 4-cü yer. Vodafone şirkəti. Böyük Britaniyaya məxsus olan bu şirkətin abunəçilərinin sayı 300 milyondan çoxdur. Avropa və Asiyanın bir hissəsinə daha çox yayılmış şəbəkələri vardır. 3-cü yer Reliance şirkətidir. Hindistana məxsus olan bu şirkətin 450 milyon abunəçisi vardır. Daha çox Hindistan auditoriyasına xidmət eləyir. 2-ci yer Bharti Airtel. Hindistana məxsus olan bu şirkətin 500 milyondan çox abunəçisi vardır və daha çox Asiya və Afrika ölkələrinə xidmət edir və də Afrikada da ən geniş yayılmış şəbəkə sisteminə malikdir. Və ən nəhayət birinci yer China Mobile-dir ki, 980 milyon abunəçisi vardır. Onu da deyim ki, bu abunəçilərin əksəriyyəti Çin bazarındadır. Yəni, qıraq bazarda çox az rast gəlinir. Onu da deyim ki, ən çox qazancına görə də dünyada birinci yerdə duran şirkət budur. 118 milyard dollar keçən ilki qazancı olmuşdur. Dünyanın ən bahalı şirkəti hansıdır? Dünyanın ən bahalı mobil şirkəti isə T-Mobile US, Amerikaya məxsus olan bir şirkətdir ki, ümumi dəyəri 308 milyard dollardır. Bundan sonra China Mobile gəlir yenə və onun da ümumi dəyəri 222 milyard dollardan çoxdur.